Mənliyini, şərəfini, vicdanını rottonda qoyub çıxan milli qoyunlarımızdan biri Zahid Oruc bu Alona məsələlərində istəyir ki, bu məsələləri mallasın. Güya Azərbaycan xalqı müasirdir. Bundan öncə adət-ənə, Avropa biabırçılıqdır, Avropa əxlaqsızlıqdır deyən millət vəkilləri indi yox, müasir dünya, belə, hələ Zahid Oruc bu şərəfsiz. Deyir ki, Avropadakı ya dünyadakı Azərbaycan blogerlər var da, siyasi blogerlər. Onları geri qaytarın. Niyə? Nəyə əsasən? Azərbaycanda 350-dən çox siyasi məhbus azdır. Yenə artırmaq istəyirsən? Şərəfə tüpürüm sənin. Vicdanıma tüpürüm sənin. Bu dəqiqə olan məsələlər kiminsə həyatına müdaxilə deyil. Bu sadəcə olaraq cavabdır. Mehman Hüseynovun onun həyatına, şəxsi həyatına, olunan müdaxiləyə qarşı İlham Əliyevə verilən cavabdır. Burada kiminsə həyatı kiməsə maraqlı deyil. Sadəcə olaraq xalqa biz müqəddəs ol, biz belə yox deyib don geyindirirdiniz. İndi hər şey üzə çıxıb, siyavuş kimilər və bəzi yaltaq məmurlar başlayıb buna don geyindirməyə. Bizim heç kimin şəxsi həyatı umurumuzda deyil. Kim neçə dəfə evlənib, boşanıb, neçə dəfə kimlə nə edib umurumuzda deyil. Sadəcə olaraq bu bir cavabdır. Əziz vətənlərin gözünüz açılsın. Görün ki, bizim hakimiyyətdə kimlər oturub və nə don geyindirərək Azərbaycan xalqına bəzi məmurlar bu hakimiyyətdə olan hakim ailəni xalqa soxmaq istəyirlər. Elə siyavuş Novruz kimi ya, şərəfsiz, vicdansız da var ha. Rottomda deyib ki, zaten mənə böyüyəndə bu şərəf, vicdan, mənlik, ləyaqət lazım olmayacaq. Nə gözümə yükləyib dalınca aparım? Şərəfli, vicdanlı, ləyaqətli yaşamaq çətin bir şeydir. Bunu Azərbaycanın çox məmurları başa düşməz. Onlar çoxdan şərəfin, mənliyin, vicdanın pula görə, yaltaqlığa görə satıblar.